Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 8-ci sinif ədəbiyyat dərsliyindən İstiqlal marşını keçirik. İstiqlal marşı müəllimlərin işlə qəbuluna da düşə bilən ən aktiv əsərlərdəndir. Və bu günümüzlə səsləşən, müharibələr olan bir dövrdə bu günümüzlə səsləşən bir əsərdir. Əsərin müəllifi Mehmet Akif Ersoydur. Əsərin çox gözəl yazılma bir tarixçəsi vardı. Hal-hazırda bu əsər Şimali Türkiyə, deməli Şimali Kipr Türkiyə Respublikasının himnidir və bu əsərin yazılma tarixi 1913-1921-ci illərə təsadüf eləyir ki, bu dövrlərdə deməli bir müsabiqə keçirilir və bu müsabiqədə milli mücadilə marşı yazmaq üçün Türkiyədə müsabiqə elan olunur. Nə üçün? Milli mücadilə marşı yazmaq üçün, marş yazmaq üçün deməli müsabiqə elan edilir və bu müsabiqəyə Mehmet Akif Ersoy da şeir vermək istəyir. Amma sadəcə olaraq eşidəndə ki, bu şeir hansısa bir mükafat naminə deməli, mükafat da var, bu şeiri təqdim olunacaq. Hansı şeir qalib çıxacaqsa mükafat veriləcək və Mehmet Akif Ersoy mükafat naminə bu şeiri deməli, marşı yazmaq istəməmişdi. Yalnız deməli müəyyən təkidlər olduqdan sonra, xahişlərdən, müəyyən təkidlərdən sonra təbii ki, öz şeirini, marşını, yazdığı marşı təqdim eləyir və 724, neçə dənə? 724 deməli şeir təqdim olunur və bu mətnlər içərisindən təbii ki 12 mart 1921-ci ildə millət vəkilləri qarşısında deməli şeir oxunur və böyük coşqu ilə qarşılanır. Böyük coşqu ilə nə vaxt baş verir bu? 12 mart 1921-ci ildə baş verir bu və coşqu ilə, böyük bir coşqu ilə qarşılanır və dinləyicilər möhtəşəm əsəri ayaq üstə alqışlayırlar. Elə o gündən bəri də 12 mart 1921-ci ildən etibarən də milli marş kimi deməli qəbul olunur. Milli marş kimi qəbul olunur və bu əsərin əslində adı İstiqlal marşı yox, əsərin əsl adı Qəhrəman ordumuzdur. Əsərin əsl adı Qəhrəman ordumuz adlanır. Deməli, gəlin indi əsərin özünü oxuyağın, oxuduqca təhlil eləyəyin. Deməli, əsərdə yadınızda qalsın, dini fikirlər də, deməli, dini, dövlətin, millətin dini də, deməli, bu əsərdə qabardılıbdır. İstiqlal marşı. Deyir, qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq, sönmədən yurdumun üstündə yanan ən son ocaq. O mənim millətimin ulduzudur, parlayacaq. O mənimdir, o mənim millətimindir ancaq. Təbii ki, görürük ilk misradan görürük ki, qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq. Görürük, ilk misradan görürük ki, üzünü haraya tutur? Cəbhəyə tutur. Cəbhədə kimə tutur? Təbii ki, oradakı əskərlərə tutur. Üzünü ilk tutur türk deməli cəbhəsinə, türk əskərlərinə elə ilk bənddən və onlara deyir ki, qorxmayın deyir. Cəbhədəkilərə deyir ki, qorxmayın. Əgər bir evin işığı belə yanırsa, sönmədən yurdumun üstündə yanan ən son ocaq. Əgər bir evin işığı belə yanırsa, o sənin arxandadır, qorxma. Bu şeirdə türk millətinin deməli qorxmamağa, yəni burada o əskərlərə dəstək olmağa çağırır və qorxma deyir. İlk dalında, arxanda biz durmuşuq. Arxa cəbhədə biz varıq. Bir evin əgər işığı yanırsa, o səninlədir. Yəni qorxma. O mənim millətimin ulduzudur, parlayacaq. O mənimdir, o mənim millətimindir ancaq. Çatma qurbanın olum çöhrəni ey nazlı hilal, qəhrəman xalqıma bir gül. Nə bu şiddət, nə cəlal, sənə olmaz tökülən qanlarımız sonra halal. Haqqıdır haqqı tapan millətimin istiqlal. Nə deyir burada? Deyir, çatma qurbanın olum çöhrəni ey nazlı hilal.
Burada nə edir? Bayrağa müraciət eləyir. Nazlanma deyir, ay bayraq deyir. Ay xalqımın gözəl bayrağı, nazlı bayrağı deyir. Sən nazlanma, xalqımın yanında ol. Hər zaman deyir, xalqımın yanında ol. Üzünü bayrağa tutur. Deməli, birinci bənddə üzünü hara tutdu? Cəbhəyə tutdu. Birinci bənddə üzünü cəbhəyə tutur. İkinci bənddə üzünü kimə tutur? Üzünü burada bayrağa tutur. Üzünü bayrağa tutur və deyir ki, sanki bayrağa burada bir yalvarır. Sanki bayrağa bir yalvaran şəkildə ki, nazlanma ey nazlı hilal deyir. Nazlanma ey nazlı hilal, xalqımın yanında ol deyir. Qəhrəman xalqıma bir gül, dön deyir, xalqıma bir bax. Qəhrəman xalqıma bir gül, gül deyir qəhrəman xalqıma. Nədir deyir bu şiddət, nədir deyir bu cəlal? Sənə olmaz tökülən qanlarımız sonra halal. Sonra deyir, bu qədər tökülən qanlarımız, bu qədər naz eləmə deyir, bu qədər nazla deyir. Sənə bu tökülən qanlarımız halal olmaz. Haqqıdır haqqa tapan millətimin istiqlal. Millətimin deyir, təbii ki istiqlal deyir, mənim millətimin deyir, istiqlal xalqımın haqqıdır deyir. Bu millət deyir, müstəqillik deyir, Allah tərəfindən verilmiş haqq olduğunu ifadə eləyir ki, yəni Allah tərəfindən verilib. Bu mənim millətimin haqqıdır deyir, onu çatdırmaq istəyir. Mən əzəldən bəridir, deyir, mən əzəldən bəridir hür yaşadım, hür yaşadım, hür yaşaram. Hansı çılğın mənə zəncir vuracaqmış, şaşaram. Kükrəmiş sel kimiyəm. Bəndimi çeynər, aşaram. Yırtaram dağları, ənginlərə sığmam, daşaram. Nə demək istəyir? Deyir ki, mən əzəldən bəridir. Üçüncü bənddə görürsünüz, bax. Mən əzəldən bəridir, hür yaşadım, hür yaşaram. Üzünü kimə tutub? Özünə. Özünə tutur. Üçüncü bənddə isə üzünü kimə tutur? Özünə. Özünə tutur. Deyir ki, mən deyir, mən əzəldən bəridir, hür yaşadım, hür yaşaram. Hansı çılğın mənə zəncir vuracaqmış, şaşaram. Bir növ deyir ki, hansı deyir o çılğın mənə zəncir, yəni Çanaqqala savaşı var, o Çanaqqala savaşını burada xatırladır ki, o Çanaqqala savaşını xatırladır ki, yəni kim mənə zəncir vuracaqmış deyir, şaşaram. Burada nəyi xatırladır? Çanaqqala deməli, qeyd edeyim bunu. Çanaqqala savaşını xatırladır buradakı. Kim mənə deyir zəncir vuracaq deyir. Mənə yəni onu vurmaq mümkün deyildir. Mən şaşaram. Kükrəmiş sel kimiyəm. Bəndimi çeynər, aşaram. Mən deyir, yəni bir sel kimiyəm deyir. Yəni hirsimdən o kükrəmiş sel kimiyəm deyir. Öz bəndimi çeynəyərəm deyir, aşaram deyir. Yəni mən deyir, əvvəldən hür yaşamışam, sonradan yaşamamışam deyir. Mən əvvəldən hür yaşamışam, azad yaşamışam. Yırtaram dağları, ənginlərə sığmaram, daşaram. Özünü bir selə bənzədir ki, deyir, sel kimiyəm deyir, daşaram. Qarşımı deyir, heç kim deyir, kəsə bilməz. Yırtaram deyir dağları, yırtaram dağları, ənginlərə deyir, sığmaram, daşaram deyir. Mənim qarşımı deyir, heç kəs kəsə bilməz. Deməli, baxın, birinci bənddə kimə müraciət elədi? Üzünü hara tutdu? Cəbhəyə. Birinci bənddə üzünü tutdu cəbhəyə. Qəhrəman deməli əskərlərimizə, ordumuza. İkincidə deməli üzünü tutur ey nazlı hilal bayrağımıza. Düzdür? Üzünü tutur bayrağa, deyir nazlanma. Kimə müraciət edir? Bayrağa. Bayraq. Üçdə nə edir? Üçdə artıq deyir ki, kim mənə deyir zəncir vuracaq? Şaşaram. Mən əvvəldən deyir hür yaşamışam, hür yaşamışam. Hür yaşaram. Kim? Mən. Üçdə kimə? Özünə. Özünə deməli müraciət edir bir növ. Üçdə özünə müraciət edir ki, şaşaram. Burada da deməli hansı çılğın mənə zəncir vuracaqmış, şaşaram deyəndə, yəni nəyi dediyi nəzərdə tutur? Çanaqqala savaşını nəzərdə tutur. Sonra qərbin afaqını sarmışsam Polad zirehli divar, qərbin afaqını sarmışsa Polad zirehli divar, mənim iman dolu köksüm kimi sərhəddim var.
Mədəniyyət dediyin tək dişi qalmış. Yox, deyir ki, ulusum qorxma. Necə böylə bir imanı boğar və ulusum qorxma deyir. Necə böylə bir imanı boğar. Mədəniyyət dediyin tək dişi qalmış canavar. Çox maraqlı bir bənddir. Baxın, nə demək istəyir? Qərb, deməli, qərbi burada nə adlandırır? Baxın, qərbi bir hayasızcasına adlanır da qərb savaşlarına. Deyir, qərb bir növ canavar adlandırır onları. Qərbi bir növ canavar adlandırır ki, deyir, mən bir poladlı zireh divaram. Zirehli, zireh nədir? Yəni, güllə keçirməz, yəni güllə batmaz bir divaram deyir. O qərbin deyir, canavar kimi deyir, vəhşi deyir, ordusunun qabağında, o qərbin vəhşiliyinin qabağında deyir, mən bir polad zirehli divaram. Mənim iman dolu köksüm kimi sərhəddim var. Mənim deyir, yəni imanım var. Öz imanına görürsüz, burada öz dinini də qabardır ki, mənim bir imanım var. Mənim yəni o imanını özünə bir sərhəd qoyur. Ulusum qorxma. Necə böylə bir imanı boğar. Ulusum deyəndə burada ulusum. Bunu iki mənada deməli əslində deyir burada. İki məna götürür. Həm deyir ki, ulum, yəni ulu nəsildə, ulusum. O mənada deyir ki, ulu müdrik kimi, ulu mənasında o şəkildə çatdırır. Ulu müdrik kimi yadınızda qalsın. Müdrik kimi, nə gözəl yazdım. Ulu, müdrik mənasındakı ulusum, qorxma. Yəni, ay mənim ulu, qoca, müdrik deyir, yəni müdriyim, qorxma deyir. Bu mənada deyir. Bir də deyir ki, necə böylə deyir bir imanı boğar da, qorxma deyir. Yəni, mənim öz imanım var, imanını burada göstərir. Bir də deyir ki, ikinci bir məna kimi, yəni həm də burada canavarın ulamasını göstərir. Canavarın ulaması, canavar uluyur ha onu. Deyir, ulusun, qorxma, yəni ulasın, sən fikir vermə. Bu ulasın da deyəndə kimi nəzərdə tutur? Təbii ki, qərbi nəzərdə tutur. Qərb üçün deyir ki, qoy ulasın, ulamaq, canavarın ulamağı, ulamaq. Qoy ulasın deyir, qorxma deyir. Onun ulamağı ilə deyir, belə deyir bir imanı necə boğa bilər deyir. Mədəniyyət dediyin tək dişi qalmış canavar. Burada mədəniyyəti niyə dırnaq içərisinə alıbdı? Mədəniyyəti niyə dırnaq içərisinə alıb? Çünki burada bir deməli kinayə var. Bir kinayədən istifadə edib. Dırnaq içərisi mədəniyyəti deyir. Yəni mədəniyyət dediyin tək dişi qalmış canavar burada bir növ kinayədən istifadə edir ki, tək dişi qalmış canavar o mədəniyyətini çatdırır. Yenə qərbə burada bir deməli qərbi nişan verir, qərbi göstərir ki, qərb savaşını. Ki, axı o qərblər bir hayasız kimi olurlar, onları çatdırır. Sonra hayasız yürüşləri, o qərblilərin hayasız yürüşlərini nəzərdə tutur burada. Daha sonra, arkadaş, yurduma alçaqları uğratma sakın. Nə deyir burada? Arkadaş deyəndə təbii ki, burada deməli millətə müraciət eləyir. Artıq burada kimə müraciət eləyir? Millətə. Arkadaş, yurduma alçaqları uğratma sakın. Sipər et sinəni, dursun bu hayasızca axın. Doğacaqdır sənə vəd etdiyin günlər haqqın. Kim bilir, bəlkə sabahdan da yaxın. Deyir ki, arkadaş, millətə müraciət eləyir ki, vətəni çağırır ki, müdafiə etməyə çağırır vətəni ki, qorumağa çağırır vətəni burada. Arkadaş, yenə deyirəm, kimlərə müraciət eləyir? Millətə müraciət eləyir ki, qəlbdən gələn deyir, o hayasız yürüşlər ki var, bu qərb millətinin hayasız yürüşləri ki var deyir. Onları nəzərdə tutur və deyir ki, sən sinəni dursun deyir. Öz sinəni deyir, sinəni sipər elə deyir, onların o hayasız yürüşləri dayansın. Doğacaqdır deyir, sənə vəd etdiyi günlər haqqın. Siz deyir,
inandıqca deyir, Allaha deyir, inandıqca, siz nə vaxt deyir, Allaha inandıqca, Allaha daha çox inandıqca deyir, sizin o vəd etdiyiniz, o dediyiniz, vəd etdiyiniz günlər ki var, o günlərə çatacaqsınız deyir. Nə bilmək olar deyir, bəlkə deyir, bugün çatarsınız, bəlkə sabah deyir, bunu bəlkə də sabahdan da yaxın, nə bilmək olar, kim bilə bilər deyir, nə vaxt. Amma deyir, əsas odur ki, sən Allaha inan, o sənə deyir, bu zəfəri mütləq verəcək. Daha sonra deyir ki, bastığın yerləri torpaq deyərək keçmə, tanım. Bastığın yerləri torpaq deyərək keçmə, tanım. Düşün altındakı minlərlə kəfənsiz yatanı. Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı. Vermə dünyaları, alsan da bu cənnət vətənim. Bax, deyir ki, sən şəhid oğlusan, incitmə, yazıqdır atanı. Deyir, bastığın yerləri torpaq deyərək keçmə, tanı. Yəni, sən bu ayaq bastığın yerlərə tərkikcə deyir, torpaq demə. Sən buna təkcə sadəcə olaraq torpaq kimi yanaşma. Bu torpaq deyir, bu sənin evindir, vətənindir. Bu şəkildə yanaş deyir. Düşün deyir, altındakı minlərlə kəfənsiz yatanı. Kəfənsiz yatanı, yəni o şəhidləri nəzərdə tutur ki, yəni sən onların o kəfənsiz yatan şəhidləri deyir, düşün. Sən şəhid oğlusan deyir, incitmə, yazıqdır atanı. Sənə deyir, dünyaları versə də deyir, sən o şəhidləri unutma da deyir. Yəni, unutma deyir o şəhidləri. Qoru deyir bu vətəni. Yazıqdır deyir, o şəhidləri unutma. Vermə dünyaları, alsan da bu cənnət vətəni. Yəni, o şəhidləri unutma, o şəhidlərin xatirinə deyir, sən vətənindən, yəni vaz keçmə, vətənindən keçmə, vətənini qoru. Bunu deməyə çalışır bizə. Deyir ki, kim bu cənnət vətənin uğrunda olmaz ki fəda? Şühəda fışqıracaq torpağı sıxsan şühəda. Canı cananı bütün varmı alsan da xuda? Etməsin tək vətənimdən məni dünyada cüda. Deyir ki, cüda nədir? Yəni ayrı salmasın vətənimdən. Deyir, kim bu cənnət vətənin uğrunda olmaz ki fəda? Kim deyir bu vətəndən ötürü deyir, öz canından keçməz? Kim deyir bu vətəndən ötürü öz canını deyir fəda eləməz? Şühəda fışqıracaq deyir, torpağı sıxsan şühəda. Şühəda nədir? Yəni şəhid qanı. Torpağı deyir sıxsan, buradan şəhid qanı deyir fışqıracaq. Canı cananı bütün varmı alsan da xuda? Xuda deyir, hər şeyi əlimdən alsın. Nə istəyir deyir, Xuda canımı alsın, cananımı alsın, bütün varımı deyir əlimdən alsın. Xuda kimdir? Yəni Allahım, Xuda. Bütün hər şeyimi deyir əlimdən alsın. Amma deyir, etməsin tək vətənimdən məni dünyada cüda. Cüda yəni məni vətənimdən ayrı salmasın deyir, məni vətəndən ayrı etməsin, bu mənada deyir. Daha sonra deyir, ruhumun səndən ilahi, ruhumun səndən ilahi. Kimə müraciət eləyir burada? İlahiyə müraciət eləyir. Görürsünüz, deməli, Allaha müraciət var burada. Ruhumun səndən ilahi, budur ancaq diləyim. Dəyməsin məbədimin köksünə namərdin əli. Görürsünüz, dəyməsin məbədimin köksünə namərdin əlim. Bu azanlar ki, şəhadətləri dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli. Nə deyir burada? Görürsünüz, dini qabardır burada. Deyir ki, ruhumun səndən ilahi, budur ancaq diləyi. İlahi deyəndə deməli, neynir? Burada Allaha bir müraciət var. Dəyməsin məbədimin köksünə naməhram əlim. Naməhram, yəni deyirsən, mənim məbədlərini, öz məbədlərini, meçidlərini nəzərdə tutur ki, yəni o naməhramların deyir, əli deyir, dəyməsin. Qoyma deyir, kömək elə. Allaha deyir bunu ki, sən kömək elə, o naməhramların əli bizim məbədlərə dəyməsin. Əgər deyir, naməhramların əli dəysə deyir, bizim bu meçidlərə, bu deyir, məbədlərə deyir, təbii ki, bu azanlar deyir, neyniyəcək? Susacaq. Bu azanlar ki, şəhadətləri dinin təməli, əbədi yurdumun üstündə mənim inləməli. Bu, əgər deyir, onların əlləri, namərdlərin əlləri deyir, dəysə, bu azanlar susacaq deyir. Azan daim deyir, neynəməlidir? Daim deyir, mənim inləməli. Azan deyir, daim inlənməlidir deyir, daim deyir, inləməlidir. Yəni, daim deyir, səslənməlidir. Azan daim səslənməlidir.
Sonra növbəti bənddə deyir ki, o zaman vəcd ilə min səcdə edər varsa daşım, hər cərihamdan ilahi quruyub qanlı yaşım. Cərihamdan sözün davada, yəni döyüşdə. Əslində cəriham sözünün mənası cərrahiyyə sözündən gəlir, cərrahiyyə sözündən götürülübdür. Yəni burada davada, döyüşdə, müharibədə, cəbhədə bu mənalarda cərrahamdan ilahi quruyub qanlı yaşım. Deyir, fışqırır ruhu mücərrəd kimi yerdən nəşim, o zaman yüksələrək ərşə dəyər bəlkə başım. Bəlkə başım. Deyir, o zaman vəcd ilə min səcdə edər. Yəni deyir, o zaman deyir, səcd eləyər ki, deyir, hətta deyir, daşını da deyir səcdə edərsən. Hətta deyir, o zaman deyir, min səcdə edər. Min dəfə səcdə eləyərsən. Hətta daşını da deyir, səcdə eləyərsən. Hər cərihamdan, hər döyüşdə, cəbhədə deyir, ilahi quruyub qanlı yaşım. İlahi burada yenə kimə müraciət var? Yenə Allaha müraciət var. Görürsünüz, öncəki bənddə də, sonraki bənddə də ilahi deyib Allaha müraciət edir ki, quruyub qanlı yaşım. Deyir, azan fışqırır ruhu mücərrəd kimi yerdən nəşim. Azan səslənərsə deyir, yerdəki o nəşim nədir? Yerdə, yəni bədənimdəki, bədən də yerdə qalan cansız nəşimdir. Yəni bədən, can çıxan o nəş yerdəki bədənini göstərir. Deyir ki, əgər azan səslənərsə deyir, yerdə bədənimdəki o qansız nəşim də deyir, səcdə eləyər deyir, səcdə edər. Qan da deyir, qanı susturar deyir. O azanın səsi deyir, yerdəki bədənimdəki deyir, o qanı susturar, qanı dayandırar, səcdə edər deyir. O bədənim də deyir, səcdə edər azana deyir. O zaman yüksələcək ərşə dəyər bəlkə başım. Mənim deyir, o zaman dünyada deyir, qürurla deyir, yata bilərəm. O zaman qürurla deyir, mən o dünyada yata bilərəm ki, azanın səsini deyir, naməhramlar kəsməsin. Sonuncu bəndimizə baxırıq. Sonuncu bəndi görürsünüz, bütün bəndlər 4-4 gəlir. Sonuncu bəndimizdə 5-dir. Deməli, 5 bənddən ibarətdir və bu şeir ümumilikdə sayanda görürük ki, 41 deməli misradan ibarətdir. 41 misradan ibarətdir. Biz də bilirik ki, 41 ümumiyyətlə 41 türklər üçün müqəddəs bir rəqəm sayıldığı üçün ola bilsin ki, Mehmet Ersoy da, Akif Ersoy da burada, Mehmet Akif Ersoy da burada, deməli 41'i şeiri, yəni dedi axı burada dini də görürsünüz, azan da var, dini qabardıbdır. Ona görə də olsun ki, 41 misranı özü bilərəkdən bu şəkildə deyə şeiri tamamlayıb da. Dalğalan sən də şəfəqlər kimi ey nazlı hilal. Görürsünüz, yenə hara, nəyə müraciət elədi? Yenə bayrağa müraciət eləyir. Olsun artıq tökülən qanlarımız hamısı halal. Əbədiyyən sənə yox, xalqıma yox, bil ki zaval. Haqqıdır hür yaşamış bayrağımın hürriyyət. Haqqıdır haqqa tapan millətimin istiqlal. Haqqıdır haqqa tapan millətimin istiqlal. Deyir, dalğalan səndə şəfəqlər kimi. Ey nazlı hilal, yenə deyir bayrağa müraciət edir ki, ey bayraq deyir, dalğalan. Olsun deyir, artıq tökülən qanlarımız deyir, sənə də dalğalan deyir, qürurlan deyir, ey nazlı bayraq deyir. Bu qanın rəngi sənin, artıq tökülən qanlarımız hamısı halal. Əbədiyyən sənə yox, xalqıma yox, bil ki zaval. Sənə də deyir, bu qanın rəngi deyir, sənin rəngindir. Bayrağa müraciət edir ki, bu qanın rəngi sənin rəngindir. Sənə zaval yoxdur deyir. Əbədiyyən sənə yox, xalqıma yox, bil ki zaval. Yəni sənin zaval yoxdur deyir. Bu tökülən qanların rəngidir. Ey bayraq deyir, sənin öz rəngindir deyir. Əbədiyyən deyir, əbədiyyən. Yəni sənə əbədi, ömürlük deyir, sənə zaval yoxdur deyir. Xalqıma zaval yoxdur deyir. Haqqıdır hür yaşamaq bayrağımın hürriyyət. Bu azadlıq deyir, mənim xalqımın haqqıdır, mənim millətimin haqqıdır deyir. İstiqlal xalqımın haqqıdır deyir. Hətta deyir ki, yəni müstəqilliyi Allah tərəfindən verilmiş bir haqq olduğunu bizə çatdırmaq istəyir ki, bu müstəqillik Allah tərəfindən verilmiş bir haqqdır. İndi diqqətlə baxın burada. Sonuncu bənddə bizə verilmiş haqqıdır hür yaşamış bayrağımın hürriyyət.
hürriyyət, haqqıdır haqqa tapan millətimin istiqlal. Bu bir də verilib bizə. Bu bir də verilib bizə. Baxın, haqqıdır haqqa tapan millətimin, haqqıdır haqqa tapan millətimin deməli istiqlal. Bu bir də verilib bizə ikinci bəndin sonuncu misrasında. Deməli, ikinci bəndin sonuncu misrası ilə sonuncu bəndin deməli ikinci bəndin sonuncu misrası ilə sonuncu bəndin deməli sonuncu misrası eyni fikirdir. Yəni deyir ki, müstəqil Allah tərəfindən verilib bu müstəqillik bizə və bu bizim millətimizin haqqıdır. Mənə elə gəlir ki, şeiri tam şəkildə sizə ətraflı xırdaladım. Yəni şeiri tam şəkildə başa düşdünüz, başa düşə bilmədiyiniz burada. İnanmıram ki, nəsə qalsın. Bacardığım qədər şeiri sizin üçün xırdalamağa çalışdım. Şeirin qafiyələnməsinə baxağın. Qafiyələnməsinə. Şeirin qafiyələnməsi necədir? Deməli, qafiyələnmə şəkli, baxın, Süzən Alı Bayraq, A, Süzən Alı Bayraq, görürsünüz, A-dır burada. Nə gözəl yazıram yazıları hamısı. Baxın, Bayraq burada A-dır. Sonra ən son ocaq, görürsünüz, Bayraq, ocaq, A-dır. Parlayacaq, görürsünüz, acaq, yenə A-dır. Ancaq yenə A-dır. Deməli, A. Hilal, B, Cəlal, B, görürsünüz, Hilal, Cəlal, Halal, istiqlal, B. Bu şəkildə qafiyələnir. Sonra deyir, yaşaram, şaşaram, aşaram, daşaram. Görürsünüz, T. Hamısı qafiyələmə sistemi. Divar, var, boğar, canavar. E. Sakın, axın, haqqın, yaxın. C. Bu şəkildə qafiyələmə sistemi axıra qədər gedir. Deməli, dedik şeirin misrası nə qədərdir? 41 misradan ibarətdir. Şeir özü 10 bənddən ibarətdir və şeirin sonuncu misrası 10 bənddən ibarətdir. Hər bəndində 4 misrası var. Görürük, hər bəndin 4 misrası var. Şeir şəkli dörtlükdür, yəni şeir şəkli dörtlükdür və şeirin sonuncu bəndini deməli bir misra artıqdır. Bu misradakı görürsünüz ki, deməli ikinci bəndin sonuncu misrası ilə eynidir. Bu qədər İstiqlal marşı hal-hazırda Türkiyənin deməli dedik ki, himnidir. Bu qədər. Tapşırıqları isə növbəti videoda çəkəcəm. Sağ olun. Başa düşmədiyiniz nəsə varsa təbii ki, fikirlərinizi altdan yaza bilərsiniz. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı və paylaşmağı yaddan çıxartmayın. Hər kəs videonu paylaşa bilər. Sağ olun.